Hətta bəziləri var idi, Həbib ibn Məzahirlər. Gəldilər, dayandılar imamın yanında, dedilər, əgər 1000 dəfə öldürülsük, qılıncla biz doğransıq, yenidən bizə fürsət verilsə dünyaya qayıdaq, yenə də sənin yolunda fədakarlıq edək. Öz canımızı sənə fəda edərik. Niyə? Çünki imamı tanımışdılar. Onlar dərk eləmişdi imam kimdir. Ona görə də onlar üçün ölüm qorxu deyil. Onlar bilirdi ki, dünyamızı dəyişməklə nə baş verəcək? İnsan dünyasını dəyişəndə bir aləmdən başqa bir aləmə keçid edir də. Həqiqət aləminə keçid edir. O aləm həqiqətidir. Biz dünyada gəlmişik, bizi Allah imtihan edir ki, bizi həqiqət aləminə çatdırsın. Cəhənnəm də insanın dünyadakı əməllərinin həqiqət aləmidir, cənnətdir. İnsan o həqiqətə çatacaq bir gün. Və onu dərk eləmişdilər imamın əshabı. O ki, deyirdilər, 1000 dəfə ölsün, dirilsin, yenə də sənin üçün fədakarlıq eləyərik. Onlar bilirdi ki, biz səhvə yol verməyiblər. Onlar elə o çatacaqları ən ali məqama çatıblar, ona görə yenə də fədakarlıq edirlər.